Salam, hər vaxtınız xeyir olsun. Bir neçə gün öncə Bərdənin Hacallı kəndindəydim. Demək, orada bir dren gördüm. Drenin içində sudan başqa hər bir şey var. Su butulkaları, peyin tökən kim, əlinə keçən zibil ora atan kim, üfunət inindən həqiqətən də oradan keçmək mümkün deyil. İndi həmin kadrlara baxaq dostlar, sonra davam edək. Vay vay, buna bak. Tamam nerede? Vay vay vay. Kadrlardakı görürsünüz də həmin vəziyyəti. İndi oradan görün keçən insanlar nə əziyyət çəkir o idən qoğudan. Buradan özümü tutub Bərdə rayon sakinlərinə və kənd sakinlərinə bildirirəm ki, gəlin təmizliyə riayət edək. Əlimizə keçəni drenlərə, kanallara atmayaq. Çox sağ olsunlar. Su Mərkəzi və Təsərrüfat İdarəsi gəldi, həmin dreni təmizlədi. Təşəkkür edirəm onlara bir daha. Onlar təmizlədi, həmin drenin indi zibil yox, su axır. Gəlin biz də rayon sakinləri, kənd sakinləri təmizliyə riayət edin. Sağ olun, təşəkkür ederim.